İrandan Astara dövlət sərhədi buraxılış məntəqəsi vasitəsilə təxliyə olanların sayı 1800-ə çatıb. Proses isə fasiləsiz davam etdirilir. Salam, vaxtınız xeyir olsun. İrandan Azərbaycana təxliyə prosesi ilə bağlı bu saat olan ən son məlumatları diqqətinizə çatdırırıq. Səhər saatlarından etibarən təxliyə prosesində intensivlik müşahidə olunur və Astara dövlət sərhəd buraxılış məntəqəsindən hazırda 30 nəfərə yaxın Çin vətəndaşının təxliyə prosesi həyata keçirilir. Hazırda onların sənədlərinin yoxlama prosesi həyata keçirilir. Daha sonra isə gömrük prosedur qaydaları yekunlaşdıqdan sonra ölkəyə girişlərinə icazə veriləcək. Bir məlumatı xüsusi olaraq diqqətə çatdırmaq lazımdır ki, ötən gün səhər saat 9:00-dan etibarən bu saatədək təxliyə olunanların sayı artıq 250 nəfərdən çoxdur. Bu rəqəmlərin gün ərzində artma ehtimalları da var. Digər bir nüansa da diqqət çəkmək istərdim ki, ümumilikdə fevral ayının 28-dən bugünədək təxliyə olunanların sayı 1800-ə yaxınlaşır. Bu isə Azərbaycanın təxliyə prosesinə öz humanist yanaşmasının əsas göstəricilərindən biri kimi dəyərləndirilir. Çünki Azərbaycan yalnız öz vətəndaşlarını deyil, digər xarici ölkə vətəndaşlarının da təhlükəsiz və operativ formada təxliyə prosesinin həyata keçirilməsinə öz dəstəyini göstərir. Və ümumilikdə təxliyə prosesi gün ərzində daha da çox olma ehtimalı var. Çünki qarşı tərəfdən təxliyə olunanların və müraciət edənlərin sayı çoxdur və bir məqama da diqqət çəkmək lazımdır. Ümumilikdə bugünədək 70-ə yaxın ölkədən 1500-dən çox insanın təxliyə prosesi həyata keçirilib ki, onların da içində diplomatik korpusun nümayəndələri, onların ailə üzvləri və xarici ölkənin vətəndaşlarıdır və təxliyə prosesində 300-ə yaxın Azərbaycan vətəndaşı bu təxliyə prosesində iştirak edib. Ümumilikdə Astara dövlət sərhəd buraxılış məntəqəsində bütün dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu isə Azərbaycan hökumətinin təxliyə prosesinə olduqca humanist yanaşmasının əsas göstəricilərindən biri kimi dəyərləndirilir. Belə, bu saata məndən bu qədər. Buyurun, söz sizdədir.